Bizim həyatımız orta dönəmə gəlib düşmüşük. Bizdən böyüklər var və bizdən kiçiklər var. Və hamı biri-birin, Quran deyir ki, biz sizi bir üzrə imtahan edəcəyik. İmtahan nədir? Sən lazım olan yerdə düzgün istiqam, düzgün vərə, düzgün yer, düzgün zaman anlayışını. Bizim böyüklərimiz var, əllərini, ayaqlarını öpürük. Yetər ki, bizim şəxsiyyətimizi alçatmasınlar. Bu şərtdir. Alçatmamaq şərti ilə mən onun qulluğundayım. İslam deyir ki, İslam bizə belə bir tərbiyə qoyur, əxlaqda. Kiçiyə deyir ki, sən gələndə birinci böyüyə salam sən verəcəksən. Böyüyə de deyir ki, onun kiçik olduğunu qəbul edəcəksən, sən onun başını çaxmayacaqsan. Özən dəngə qurur. Kiçiyə xüsusi söz deyir, sən yerini tanı. Böyüyə de deyir ki, onu əzmə. Ona görə İslamda birinci ədəb neylə başlayır? Salamla başlayır. Salam hello deməkdir. Zdravstvuyte deməkdir. Salam məndən sən. İslamda şərt var da, selamun aleykum. Yəni, məndən sizə huzur gələcək, mən sizə salamat edəcəm, dilimlə, gözümlə, əməyimlə. Ona görə salamın cavabını vermək vacibdir. Neçin deyiblər? Çünki sən də ona qarşı vermirsən, təhlükəlidir. Əgər mən sənə əmniyyət verirəmsə, mən sənə təhlükəsizlik verirəmsə, sən bunun qarşılığını vermək məcburiyyətindəsən mənə. Və aleykumussalam. Aleykumussalam.